Burada bir etiraf var. 35 yaşlı dan gəlib. Deyir ki, mənim 35 yaşım var. Atam özünü elə aparır ki, abuzer kimi aparır. Унижает и строит меня. При любой ситуации, какая бы ни происходила, отец говорит, что какая я тупая. И мама туда же. Или же иначе словесно унижает, не понимая этого. Если он что-то рассказывает, то я должна молчать, а если я что-то говорю, то воспринимают, словно я уже перебила его и возмущается, как ты со мной разговариваешь. Я развелась 6 лет назад, и он меня упрекает в этом, винит, говорит, что я его тем самым унизила. Столько всего еще происходит, что это невозможно вынести. Я всякий раз его избегаю. Belə dostlar, tanış cümlələr var, əminəm ki, hər kəsin həyatında bu ilə bağlı. Onu qəbul edəməyən ata-ana ilə bağlı, valideynlərlə bağlı, həyatını seçdiyi adamın ata-anası, valideynlərlə bağlı. Ən çox həmcinslərin bunu yaşayır. Bunu onsuz da, yəni gizlədəsi yox. Bu bir növ qanun kimidir də, qayda kimidir, yazılmamış qayda deyirlər, nə deyirlər. Belə bir şeydir, yəni. Adətən qadın cinsi rastlaşdığı həyatı boyu hansı dönəmlərində çətinliklər. Əslində bu tək evliliklə bağlı sıxıntılar deyil. Hər hansı bir yeni mühitdə işə getdiyində qarşılaşdığın bir halda səni tutaq ki, hansısa bir mühit qəbul eləmir. Hansısa bir insanlar evi dəyişirsən, yerivi dəyişirsən, ölkəvi dəyişirsən, səni insanlar qəbul eləmir. Amma sən durub deyə bilməzsən ki, mən qəbul eləmir heç kim. Təbii ki, oynayacaqsan da bir yerlərdə. Can sıxıntısından YouTube açdım, sosial media hesablarım var. Öz dilimi unutmayım deyənə, öz dilimdə aparıram bunu. Bir neçə dillə aparıram YouTube kanalıma. Bu və ya digər deyilənlər bütün ya da heç kimdən gizli olmayan daha bir gerçək var ki, heç kim sosial mediada öz gerçək yüzünü göstərmir. Yəni ən çox bəlli mövzular var ki, qadınlar orada aferisti, artisti dırnaq içində yəni oynadığını düşünürlər. Bəlli bir obrazlar var ki, orada isə xüsusən kişilərin o cür oynadığı düşünülür. Özünə tamam başqa. Bir də bu çox normalmış kimi qəbul olunur da. Yəni sən hər yerdə eyni cür olub qəbul olunmağı gözləyə bilməzsən ki, bütün hallarda. Yəni amma bir də var ki, bunun artıq aşırısıdır da, yəni sən tamam başqa obrazlardasan və ətrafın sən kim olduğunu bilirsən, yeni mühitdə özünü başqa təqdim edirsən.